Bu test ləqələri nədir? Early testing danışmışdıq ha. Early testingdə biz adımızadı şey deyirik, ən belə hardan başlamalı məsələn testlər? Nə vaxt başlayır test? Test nə vaxt başlayır? Nə vaxt başlayır? Test nə vaxt başlamalıdır? Proses başlayır. Hansı proses? Başlayan andan da. Nə başlanan? Dizayndan sonra. Bilmirəm valla. Test nə vaxt başlayır? Demişdik, şikayət gələndən sonra başlamalısınız, yox. Razrabotkası aslında lap əvvəldən. Lap əvvəldən başlayır. Nə qədər əvvəldən? Razrabotka. Hazır olmamışdı. Razrabotka dediyin nədir? Hazır Mən belə olmamışdı. çox sözü salını verir sizdə. Hə. Ən başdan yəni ki, uca planlaşdırma gedən yerdən. Hə, planlaşdırma başlayan yerdən da Başlayan sən yerdən. testlərin başlamalıdır. İndi gəldi bura. Unit test. Bax burada nə? Gəlin başlayaq. Tutaq ki, nədən? O saytın adı nə idi? O girdik biz şey. Spark Labs, yox. Sound'dakı. Mən də var. Sound'dakı. Yox, South Demo. South Demo. Bax, unit test nədir? Bu mərhələ, bax bu mərhələlər hamısı bax necədir? Mən birinci bunu test edirəm. Daha sonra bunu test edirəm. Sonra bunu ayrıca test edirəm. Ondan sonra bunların hamısını bir yerə test edirəm. Daha sonra bunları bunlarla qarışdırıb elə test edirəm. Daha sonra bu ümumiyyətlə bütün saytın hamısını götürürəm. Fərqli brauzerlərdə, bunların hamısını belə test edirəm. Sistemi yoxlayıram, ümumi sistemi yoxlayıram. Daha sonra nə edirəm? Bir də özümü yoxlayandan sonra görürəm ki, mənim üçün hər şey yaxşıdır. Bir də baxıram ki, müştərinin istədiyinə də bu həm də uyğundurmu, yoxsa yox. Bildin, ən belə... Test edəcək test yazıram. Hə. Normalda da indi səsim gedir orada, hə deməliyəm də. Deməli, söhbət nədir? Bu unit test mərhələsində normalda siz heç nə yazmırsınız. Yəni bu unit test sizlik deyil. White box test danışmışdıq. Yadınızdadır. Nə idi white box test, Mahmud? White box test yəni ki, arxa görünməyən tərəfi. Yox, front-enddə də white box test var da. Kodlaşdırması deyildi o. Yəni, proqram görəyəm, bu necə yaranır. Yoxsa black box idi o? White box test nədir canım? Kod tərəfini bilməlisən, white box test eləmək üçün. Arxa plan belə. Daha normal cavab, eyni şey ola bilər. Daha normal cavab. Bizim koddan xəbərimiz koddan source koda belə deyirlər, çıxışımız access deyirlər. Şeydə Azərbaycanda çox şeydir, qəribədir. Çıxışımız olmalıdır. Çıxışımız olandan sonra access deyirlər. Accessimiz var və source koddan xəbərimiz var ki, necə işləyir. Biz həmin o source koda yazdığımız testlər gedir white box test. Amma bizim source koddan heç bir xəbərimiz yoxdur, heç bir accessimiz yoxdur və bizim eləyəcəyimiz test o zaman olur black box test. İndi bax burada unit test nədir? Bax bunun özü, bu username-in özü ayrıca bir unit kimi fikirləşək. Bunun məqsədi bax burada nədir? Mən bax bura Səfa, sən nə cür testlər yazarsan? Adlı səhv yazanda bax hardan biləcəksən adının səhv adı? Hə, boş saxladığında bu nə etməlidir? Boş saxladığında daxil olmamalıdır. Başqa nə edə bilərsən məsəl üçün? Qeyd olunmalı şu username-imiz. Başqa nə edə bilərəm? Bax başqa bura nə cür test yaza bilərsən? Yer dəyişə bilərəm. Yox, desə bundan söhbət gedir. Bax fikirləşir passwordu, desə bu var. Sən username yazıb login edəndə keçməlisən. Bura sən nə cür test yazarsan? Tərlan.
Deyir ki, boş saxlayaram. Başqa? Boş saxlayır, Dolusunu dolusunu necə yazaram. öyrənməsin ki? Dolusunu yazaram nə? Nə yazarsan? Dolu. Düzgün data. Düzgün data yazarsan. 2. Sonra Səhv olmuş data. Elə yoxdur. səhv data. Sonra nə edə bilərsən? Rəqəmlərlə yoxlayaram. Bəs nədən biləcək səhv Düz data? deyil. Rəqəmlərlə yoxlananda nə olmalıdır? Error mesaj verməli. Nə bilirsən, bəlkə rəqəmlərlə yazdığım düzgün Error data. yox, yəni. Və rəqəmlərlə yazdığım, yenə deyirəm, ya düzgün data ola bilər, ya səhv data ola bilər. Bildin? Maillə yoxlayaram. Ola fərqlidir. Mailman. Uzunluğu nə var da? Uzunluğu məsəl üçün daha şeydə üstə ki, bura bir dənə məsəl üçün də yazanda götürməsin də mənasız bir şeydir. Düzdür, minimum 3 olmalıdır. Maksimumu nə bilim orada 80 falan normalda belə bir şey O əsas olmalıdır. parolda rol oynayır da səhv eləmirsən. Yəni Yox, username-də də rol oynayır. Sən yəni Q hərfi olan kimisə username-ni görmüsən, yox. İcazə vermirlər. Minimum, maksimum zərurəti var. Şəbir, məhz bu saytdan gedir. Təkcə username inputundan gedir. Nə demək istəyirəm? Məsələn, bu saytda adlı səhv də yazsan, nə bilim, başqasılarını yazsan qəbul edirəm. İndi sən qarşı Mən ona görə sayt demədim. Mən ona dedim ki, təkcə bu username inputu, yəni bu inputu fikirləş. Yəni sayt yox. O zaman buna boş saxlamaq bir də ki, sizmiş ölçüdən başqa nə imkan olar ki? Çünki minimum, maksimum təşəkkür. Başqa nəyi yoxlaya bilərəm? Ki, bu standart user var ha. Mən bura standart useri bura yazanda, bayaqlar dedim ha, bu pasport yoxdur, belə fikirləş. Mən bura standart user yazanda keçməlidir. Locked user yazanda başqa bir mesaj görsənməlidir ki, səndə bu istifadəçi var. Düzdür. Bunlardan başqa dəxlisiz bir dənə nəsə dəxlisiz user yazanda mənə başqa bir mesaj verməlidir ki, belə bir user yoxdur və yaxud indi burada nə çıxırsa da düzgün yaz falan. Yəni gördün normal daha çox göstərir. Böyle maraqlı şey oldu. TikTok videosu oldu inşallah. Gəl bir dəqiqə deyək də. Mən bax bunu bir dəqiqə standart üzərindən mən birinci standart üzərindən yoxlaram. Görüm bu doğrudan da mən bura düzgün data yazanda mənə heç bir error mesajı qaytarmalı deyil. Bu mən birinci testim. İkinci testim nə olacaq? Mən bunu boş saxlasam. Yəni ki, o da səhv data gəlir əslində. Boş data, səhv data ilə yoxlasam nə olacaq? Daha sonra şey yoxlayıram. Tutaq ki, 2 dənə, bir dənə, 3 dənə, minimum 3 dənə şey username yazarım görüm onda nə olacaq? Mənə deməlidir ki, tutaq ki də 3-dən çox olmalıdır. Məsələn, bu mesajı çıxarmalıdır və 80 dənə simvoldan daha çox yazmalı deyiləm. Mənim 4 dənə testim var, düzdür. Daha sonra mən keçirəm bu pasportda da eyni cür. Məsəl üçün böyük hərf olmalıdır. İndi özümüzdən çıxaraq böyük hərf olmalı, balaca hərf olmalıdır. Məsələn, bu username-də yazdığı bura yaza bilməzsən. Tutaq ki, bu da var. Rəqəm olmalıdır içərisində. Maksimum bu olmalı, tutaq ki, 128 simvol ola bilər, minimum 8 simvol ola bilər. Bax, bunların da görsən hamısının ayrıca testləri olur. Mən nə edim? Mən bir developer olaraq, bu QA işi deyil normaldır. Developer olaraq bunları əvvəlcədən təyin etsəm, bunlara mən test yazsam, nəticədə bu testlər artıq özümdə run edirəm, görürəm ki, hə, mən bax filan dataları bura göndərəndə burada probleməm, bu problemləri çıxartdım. Düzdür? Onların hamısını fix elədim. Artıq sən QA-yə göndərəndə o problemlər sənin qabağa çıxmayacaq. Amma mən onu eləməsəm, sənə verirəm ki, tutaq ki, bununla verirəm yoxla, hə? Sən bax, buradan mənə bir 7-8 problem verirsən, buradan bir 7-8 problem verirsən, nəticədə mənim də əlimdə, özümdə başqa işim də var. Bildin? Yəni, bütün işlər hamısı qarışır bir-birinə. Düzdür? Ona görə erkən test. Ki, bunu əvvəlcədən, maksimum əvvəlcədən yoxlasan, sən də nə edə bilərsən? Məsələn, QA-sən, götürərsən, bunun üçün test case'lər yaza bilərsən ki, belə xırda da ki, 8 dənə, tutaq ki, 2 dənə simvol olanda hansı error mesajını almalıdır user.
səhv data yazanda hansı error mesajları bağlayırsa, bunların hamısını tutaq ki, yazdım, verdim developera. Developer götürür, ona uyğun hamısını yazdı. Testlərin hamısını yazdı. Nəticədə nə oldu? Bir dəfəlik 10 bütün testlərin hamısı pass olaraq keçir gedir. Case mütləq həmişə əllə yazılır. Keçmə demir, hə? Case mütləq əllə yazılır, yoxsa orada automation kimi yazılır. Case normalda əllə yazılır. No, bəzi hissələr olur ki, onlarda automation özü yazır belə verir də. Belə bir şeylər var. Ha, ilk başda əllə yazacaqsınız. Heç bilmirəm, bəlkə də yazmayacaqsınız heç vaxt. Fərqli. Yenə işin özündən asılı oldu ki, nə işləyirsiniz. Bax, bu məndə getdi unit testi. Mən bunu yazdım və bunu yazdım. İndi nəyi yoxlamalıyam? Login. Hə, loginin özündən də bir dəyər şey yaza bilərəm ki, mən bu loginə klik eləyəndə nə olmalıdır? Harasa sorğu atmalıdır da, düzdür? Məsələn, bunun özü üçün bir test eləməliyəm. Nəyin əsasında atacaq? Tutaq ki, bu dataları GB yoxlamalıdır ki, bunlar doğrudursa bu datalar, mənə harası sorğu atmalıdır. Bu məndə getdi, oldu unit test. Sonra gəlirəm nəyi yoxlayıram ki, integration test. İnteqrasiya test nədir? Yəni ki, bu və bu üçü bir yerdə necə işləyəcək? Eyni bayaqlar dediyimiz error mesajlarının hamısı, bunu mən düz yazdım, bunu səhv yazdımsa, bu yenə məni bu düzdür deyə login eləməli deyil, bu mesajdan çıxarmalıdır və yaxud passwordumu düz yazdım, username-mi səhv yazdımsa, passwordum düzdür deyə mənə yenə login eləməli deyil və bunların hamısının qarşılıqlarını yoxlamalıyıq. Bu məndə gedir integration test. Integration test təkcə bu ilə bitmir. Başqa bir şey deyim. Tutaq ki, nə ola bilər? Login oldum. Sən 2 dənə şey götürək, özəllik götürək. Bir login, bir də ki profil. Düzdür, login qeydiyyatdan tutaq keçsin, sən profil səhifəyə keçsin də. Burada inteqrasiya nə ola bilər? Sən orada yazsan, doğum tarixindir, adındır, nə bilim, familiyandır, özünə aid olan məlumatlar. O nə olur? Həmin o məlumatların hamısı gedir, inteqrasiya olur hara? Düşür profil səhifəsinə də düşməlidir. Bazı zad qatma. Gedir profil səhifəsinə düşür. Başqa harada çıxa bilər? Başqa harada çıxa bilər? Maillarda çıxa bilər. Düzdür. 4-5 dəqiqə yerə belə deyə çıxa bilər. Bunların hamısında özü inteqrasiya olur. Yəni sən bir yerə datanı yazan və data paylandı hər yerə, getdi inteqrasiya oldu. Bax, həmin o modul onlara deyirlər modul. Bax, tutaq ki, bu şeyin özü username, password və login, bunun özü bir modul kimi fikirləş. Bu bir moduldur. Daha sonra profil səhifəsi var. Profil səhifəsinin özünün bir modul kimi fikirləş. Bundan sonra mən çünki modul sözünü çox istifadə edəcəm ki, başa düşəsiz. Məsələn, ödəniş sistemi. Ödəniş sisteminin özü bir moduldur. Ödəniş sisteminin içərisində də ayrıca modullar ola bilər. Nə? Məsəl üçün, kartla ödəmədir, bank vasitəsilə ödəmədir. İndi kaş seçirsən, sonra belə bir şey yoxdur. Bax, bunlar hamısı gedir ayrı-ayrı modul. Modul çox istifadə edəcəm. Tam olaraq anlayacaqsınız. Bax, məsələn, burada modul deyəndə nəyə başa düşə bilərsiniz? Tutaq ki, yeni elan. Bax, bunun özü ayrıca bir moduldur, məsəl üçün. Mən bura keçdim, minik. Bunun özü burada marka axtarmaq və bu ayrıca bir moduldur. Bax, belə gedir bunların hamısı. Yəni, bunların hamısında bir-birinin əlaqəsi var. Mən burada tutaq ki, giriş elədim də. Telefon nömrəmi yazdım. Telefon nömrəm hara gəlib düşəcək? Profilə düşəcək. Sonra harada görsənməlidir? Sol, elanda. O da moduldur. Nəticədə mən nə edirəm? Mən datanı modullar arasında yoxlanım ki, görüm düzgün yerlərə gəlir, inteqrasiya olur, yoxsa. Bu da məndə oldu inteqrasiya testi. Integration test deməli nədir? Mənim unitlərim arasında, modullarım arasında olan bir testdir. Ki, yoxlayıram doğrudan da burada datalar düzgün gedirmi, yoxsa.
Bir yerde məsələ var. Bir də sistem var. Bax tutaq ki, bir dənə Bolt-dan taksi sifariş eləmisən, düzdür? Burada nəzər, Bolt-da müştərinin və sürücünün ayrı-ayrı proqramları var da. Müştəri tutaq ki, tamam başqa bir dənə sistemdir onda, səndə tamam başqa sistem. Müştəri oradan nəsə yazırsa, tutaq ki, mesaj yazır sənə, sənə gəlir düşür. Sən ona yazsan gedir. Müştəri orada hərəkət elədikcə, sən kartada tamam başqa bir sistemdə görürsən ki, bu hərəkət edir, düzdürmü? Nəticədə sən nələri yoxlamış oldun? 2 dənə ayrı-ayrı sistemin bir yerdə işləyib işləmədiyini yoxlayırsan. Bunun özü inteqrasiya testidir. Ona deyirlər sistem integration test. İndi gəldik bura ki, integration test nədir? Deyirsən ki, yəni bir dənə nəyisə, bir dənə elmdə modulu təkcə yoxlamağın heç bir mənası yoxdur ki, səndə normaldır 2 dənə minimum 2 dənə nəsə olmalıdır ki, onlar arasında əlaqəni yoxlasan. Integration testdə deyirsən ki, səndə 2 və ya daha artıq unitin, modulun və yaxud sistemin bir yerdə işləməyini yoxlamaq üçün olan proses olur integration testing. Aydındır? Həm də sistem testi. Yox, sistem testdə üzrə nələr yoxlayırsan? Sistem testdə sən bax, Başqa sistemi elə bax bunu deyək, bunu deyək, bax, bu. Tutaq ki, performans glitch user var burada. Bu yaxşı bir şeydir. Normalda necə olur? Standart user və bunu yazan kimi burada şey eləyir də, keçir bizə, düzdür? Və mən indi bax bunu yazsam, indi bax gör nə olacaq bax. İlişdi, qaldı. Sonradan keç. Ay, sağ ol. Nəticədə nə oldu? Bu belə problemlər olur. Mən sistem testində nəyə yoxlayıram? Baxdaq ki, user name, password. Bu bir dənə user yaradanda qəşəng keçsi, əla. Bəs bunu 1 milyon user eyni vaxtda tutaq ki, eləsə nə olacaq? Olacaqmı yoxsa yox, o biraz crash olmaya da bilər. Yəni Facebook crash olmur da. Facebookun 2 milyard user var, düzdür? Yəni onlar crash olmurlar. Mən o şeyləri yoxlamalıyam da. Onların hamısı sistem saytı tam olaraq belə funksional və qeyri-funksional testlərlə yoxlamaq. Bu şeyi yadda saxlayın, danışacağıq. Funksional və qeyri-funksional testlərlə yoxlamaq. Bu da gedir səndə sistem testi. Bunlar da eləyəndən sonra axırda gəlir acceptance test. Acceptance test nədir? Bax, check requirements of specification. Hamısını elədik. Tutaq ki, bu logindən danışacaq. Bunu mən test elədim, düzdür. Test edəndən sonra müştəriyə verirəm ki, qardaş bir də yoxla. Gör sənin də istədiyin kimdir yoxsa. Bu dəqiqə şeyə uyur. Sənin verdiyin requirementlərə uyur, düzdür. Amma sən bir özündə yoxla da gör xoşuna gəlirmi yoxsa və ola bilər ki, requirementi o məsəl üçün requirementdə hansısa bir səhv də gələ bilər. Düzdür. Nəticədə yenə müştəri özü yoxlamalı ki, görüm düzgün eləmisən yoxsa yox. Və yaxud hansısa bir əlavəni eləyə bilər. Ona görə sən müştərinin davamlı olaraq əlaqə saxlamaz. Bunu elədik. Bunu elədikdən sonra müştəri deyir ki, hər şey əladır. Daha sonra mən nə edirəm? Götürürəm. Bu hissələrini düzəldirəm. Yenə müştəriyə verirəm. Müştəri deyir ki, yenə hər şey əladır. Bax, mən o müştəri ilə danışıb, müştəridən feedback alıram. Müştəri deyir ki, hər şey əladır. O yer gedir məndə acceptance testing. Müştəri təsdiqləyir, müştərinin standartlarına uyğun olan hissələr artıq gedir acceptance testing. Müştəri bunu sənə yazılı formalı da məsələn yazı verə bilər. Acceptance testlər yazacaqsınız ki, hansı hallarda sənin bu proqramın qəbul olunandır. Bildin? Belə. Həm də sübut üçün lazımdır. Acceptance testdə məsələn siz yazacaqsınız, ola bilər. Məsələn, burada hansı halda qəbul olunar bu modul hansı hallarda qəbul olunar?
Hələ bildim o product manager. O bilsən necə realda elə deyil də. Realda mən məsələn bir dəqiqə olur ki, product managerin deyəni görməsə deyirəm, məcbur. Bildin? Və yaxud product managerdən mənim işim var, product manager deyirəm ki, ya bunun nə sənədə. Düzdür, onu bu məsələlər var. Bura mən acceptance testing nə yaza bilərəm? Bayaqları adi dediyimiz testlər. Username boş olmamalıdır. Düzgün datalarla mən eləyəndə nə olacaq? Səhv datalarla yazanda nə olacaq? Hansı hallarda hansı error mesajları çıxmalıdır və onun qabağında şeylər ki, bax sən filan stepləri, addımları keçəndən sonra sənin qabağına atıram da error mesajı çıxacaq. Mən bunu test kimi yazdım. Bu hazır olandan sonra nə edirəm? Acceptance testi gələndə artıq yoxlayıram ki, görüm doğrudan da mənim o vaxt yazdığım acceptance testlər artıq keçirmi yoxsa. Keçirsə deməli bu müştərinin istədiyinə uyğun bir şeydir. Belə. Düz məsələn bizdə indi o acceptance testi yoxdur. Biz onu necə edirik? Birbaşa olaraq müştəri ilə tutaq ki, şey deyirik ki, düzəltmişik. Heç o mərhələdən demək olar ki, keçmir. Aramızdadır. Öndə də hər müştərinin olmur. Baxır da. Belə.